Hədislərdə var, bəndə istiğfar eləyir, bağışlanmaq istəyir Allahdan. Allah ona nə verəcəyini görsəydi, ləmatu şəvqən, şövqdən ölərdi. Qiyamət gününün gözəlliyi üstünədir, pərdə çəkiləcək. Bizim birinci gördüyümüz şey, ilahi sən nə qədər mehribansanmış. Bu mehribançılıq bizi öldürəcək. Bir dənə söz deyim sizə, görüm düz deyirəm yoxsa yox. Dillə mehribanlıqdan danışırsan, cəmaat cürət tapır günah eləməyə. Bir insan Allahın mərhəmətinə tam inansa, o mərhəməti görsə, mümkün deyil Allaha aşiq olmasın. Bir adam Allaha aşiq deyilsə, deməli Allahın mərhəmətinə inanmıyor. Çünki onun mərhəmətinə inanmaq, onun mərhəmətinin gözəlliyini görüb ona aşiq olmamaq mümkün deyil. Kim burada iddiadadır ki, Allah aşiqidir, o adam deyə bilər ki, mən Allahın mərhəmətinə inanmışam. Bir insan Allahın mərhəmətini bütün gözəlliyi ilə görsə, ona aşiq olmasa mümkün deyil.